Bu gördüğünüz Təbriz bazarın bəyaniyəsidir. Fəqət bir sualım var. Hansı muanid? Bu insanlar ki gəliblər xiyabanlara, bunlar kimdilər? Bizim namusumuz, bacımız, qardaşlarımızdır. Sənin mənim haqqımı xiyabanlarda fəryad edirlər. Utanın. Milləti İran və Azərbaycanlılar, eşidin və bilin. Bu bəyaniyənin arxasında ikinci sərtib Əsqər Abbas Qulizadə fərmandarı Sipah Aşurayı Azərbaycanı Təbriz vardı və bu fərmanı o veribdi. Və istəyirəm deyəm bazarilər, dükançılar şərəfizi neçəyə satdınız? Axı istəyirəm biləm namusuzu, torpağınızı, millətinizi, etibarınızı neçəyə satdınız? Bir kisə dücüyə satdınız, 10 kilo yağa satdınız. Utanmısınız? Tehrandakı 160 min tümənlik dolar Təbrizdə 3 min tüməndir. Tehrandakı 16 milyon tümənlik qızıl Təbrizdə 2 milyon tüməndir. Tehrandakı 160 milyonluq sikkə Təbrizdə 3-4 milyon tüməndir. Tehrandakı 1 milyonluq ət Təbrizdə 50 min tüməndir. Dənəsi Tehranda 15 min tümən olan yumurta Təbrizdə 1000 tüməndir. Utanın, gəlin mərdumun dalında durun.